Demə buranın komandaçasıymış o. Polkovnik leytenant. Sarıyağız bayağı adamdı. Bu mayor da oradadır. Belə gəldi, getdi. Nəysə, belə zat eləyəndə belə baxdım. Baxanda o polkovnik leytenant bana dedi ki, qoca birinci girdi yanıma. O biriler de lüt ana bülbül. Sudan tökülüp toka verip vururlar. Dedi qoca bir şey fikirləşə bildi. Dedim xeyr. Ne var ki ay komandir ne fikirləşər. Məni qoyuna vurura getirir. Vallahi and olsun o bizi yaradana. Mən hələ bilmirəm məni nəyə gətirir. Heç qoyuna vurur da ma şübhəlidir. Mən heç bir töyük kəsməmişim. Dinmədi, getdi. Elə belə zad eləyəndə onlar hamısı sürüyə düzdülər. Elə baxdılar. Düşdü aşağı. Düşəndən sonra getdi. Elə baxdı. Birinin qılçası belə əsir, birinin qolu qırılır. Allah heç kəfara göstərməsin. Yezid deyilməzdi. Bu erməni düşmanı gən eləmədi. Nə olub Allah yaradıb hamını. Sorğu sual elə. Gör nədir, nə deyil. Cezasını niyə verir? Verirsən ver də, gənə ver. Sonra mənim nəysə bu iki barmağımı o elə qoydular zadın arasında qapının. Bir vaxt gördüm keyif parmağı. Baxdım yine ikisini çəkiblər. Bunlar dağılıb gedər, bəli, deyib bu ikisi. Belə ufuldadım, qopub da təbii. Zad olana sonra bir, haradasa 15 gün elə, hiç bilmədim. Belə əlimlə yavaş bastım üstünə, qanayır. Belə əlimin içinə sıxdım, qan keçdi. 2 gün qaldım orada. 3-cü getdilər prokuraturaya, Tərtərə. Gətirəndə mənə dedi ki, tanıyırsan o mayoru. O zadı, o quzu verdi. Gördüm mayorda durur orada. Mən belə dedim, baxsam tanıyaram. 30 nəfərdir, hamısı Tərtər prokuratur arasında dururlar, otururlar. Bunu da gətirdilər, Zeydullah evi. Belə baxdım ki, çox pis gündə, bu dəfə çox pis gündə gətirdilər. Gördüm mayor mənə bellədi. Belləyəndə başa düşdüm ki, nə, dedi, bizi satmadı. Belə baxdım ayına, dedim yox, burada yoxdur onlar. Zeydullah evi dedi, bunu nətər tanıyırsan? Dedi ki, mən bunu 2 dəfə Erməniyə gedib gəlmişəm. Buna məktub gətirmişəm. Dedilər, erməni dedi, bunu apar, qara ləqəbli bir zat var. Kişi, çoban, bunu ver ona. Deyəndə güldüm. Yaram bu sızıltı da başıma vurur. Dedi, nəyə gülürsən? Bunlar dedi. Dedim, vicdanınız olsun. Dedim, mən vicdan, buna dedim, vicdansız. Sən dözə bilmişsən, heylə yalanla boynuna götürürsən. Sən birinci sual verim sizə. Bu erməndə bunun nə işi var? Azərbaycanın paqonu çiynində, avtomat əlində, paltar əynində, telefon da əlində. Yaxşı, bu erməniyə gedib gəlib, yaxşı, bu əgər vayen isə, bu niyə mənim şiklimi çəkib, məktubu subut saxlayıb, əğminatı sizə təhvil vermədi. O ona baxdı,